Buraxılış imtahanında istifadə olunmuş sual nümunəsi. Şəkildə y bərabərdir ax kvadratı üstəgəl bx üstəgəl c funksiyasının qrafiki təsvir olunur. A üstəgəl b üstəgəl c cəmini tap. Qrafikə diqqətlə baxsaz, 3 nöqtə verilmişdir. Bu nöqtələrə birincisi, ordinat oxu ilə kəsişmə nöqtəsini, yəni 0 mənfi 3-ü, absis oxu ilə kəsişmə nöqtələrini, yəni mənfi 1, 0 və 3, 0 nöqtələrini aid edə bilərik. Bu 3 nöqtədən istifadə edərək həm A-nı, həm B-ni, həm də C-ni təyin etmək mümkündür. 0, 3, 0 mənfi 3 nə deməkdir? O deməkdir ki, x 0 olanda y mənfi 3 olur. Gətirib, əgər siz burada x-in əvəzinə 0 yazsanız, o halda 0 üstə gəlsin bx, yəni b vur 0, 0, üstə gəlsin c, nəhayətdə bərabərləmiş olur mənfi 3-ə. Buradan almış olursunuz ki, c elə özü mənfi 3-üymüş. Bu bir. İkincisi, mənfi bir 0 nöqtəsindən istifadə edək. Mənfi bir 0 nöqtəsi o deməkdir ki, x-in əvəzinə mənfi 1 yazacaq. O halda mənfi 1-in kvadratı 1, 1 vurulsun a eləmiş olur. Üstə gəlinsin bx, x-in əvəzinə mənfi 1 düşünsək, mənfi 1 vurulsun b, mənfi b eləmiş olur. Üstə gəl c, yəni artıq c-ni bilirik, çıx 3, bərabərdir nəyə? 0-a. Bu halda sadələşdirsək, a çıx b bərabərdir 3 olduğunu alırıq. İkinci nöqtəmiz 0 nöqtəsidir, yəni x-ə bu dəfə 3 qoyuruq. 3, 3. 3-ün kvadratı 9, 9 vurulsun A 9-a, üstə gəlsin 3 vurulsun B, yəni 3B, çıxılsın 3, yəni C-nin qiymətini yerinə qoyduq. Bərabərdir 0-a. Buradan da almış oluruq ki, 9-a üstə gəlsin 3B bərabərdir 3-ə. 2 dəyişənli tənliklər sistemini həll edirik və nəticədə alacağıq ki, yuxarını 3-ə vuracaqsınız, toplayacaqsınız 12A bərabərdir 12-yə, nəticədə A bərabərdir 1-ə. A 1 olsa, o halda 1 çıxılsın B bərabərdir 3 tənliyindən B-nin mənfi 2 olduğunu alırıq. Artıq həm A, həm B, həm də C var. A 1, B mənfi 2, C isə mənfi 3-dür. Cəmlədik, mənfi 4 alınmış oldu.